Ya əslində mənim vaxtım var idi, bu alınmadı bunda. Bir sürü şey götürməliyəm. İşte indidən biraz qəribə görsəndi deyə. Bir günlük gedirəm sadəcə, bir günlük. Allah'ın cücü falan gəlməsin. Bugün anamın bahçesindəyik. Hörmətli izləyicilər. Estetik bir şey ola bilərdi ama yal həyat. Herkese salam, kanalıma hoş geldiniz. Videonun da başlığından gördüğünüz gibi bu bir kent vlogudur. Geçen ilde çok heveslenmiştim bir kent vlogu çekmeye ama alınmamıştı. Çünkü kende gittiğim gün sanki yağış falan yağmıştı. Çok istediğim gibi olmamıştı. Ama bu defa inşallah ki her şey yolunda olacak ve bir kent vlogu çekeceğim. Dünən saçımı farklı bir şampunla yudum. Ona göre saçım bu dəqiqə çok sertti, çok kabarıqdı. Ve sadece qurudaraq yattım. Yəni ki, biraz qurutdum, tam qurutmadım deyə belə qabarıqdı. Əslində qabarıq daha yaxşıdır, amma biraz sərgəsiz görsənir. Nəysə, getmədən əvvəl bunu da eləyəcəm. İndi isə bir dənə sifarişim var. Təbii ki, həmişə mənim işlərimin içində başqa bir iş qarışır. Bir dənə sifarişim var. O sifarişi də əslində indi sabaha saxlamaq istəyirəm. Müştəriyə də yazdım. Ya əslində mənim vaxtım var idi bu sifarişi hazırlamağa, amma həmişə olduğu kimi yenə son günə saxladım və son gündə də belə oldu. Bir də ki, mən harasa gidəndə mütləq başqa işlər də olmalıdır, qaça-qaç olmalıdır. Heç vaxt rahat-rahat bir şeyə odaklana bilməmişəm. Yəni bir getdiyim yerə fokuslanım, onunla məşğul olum, yox. Amma inşallah müştəri indi razı olar sabah təslim eləməyimə. Ona görə gedərəm, həm kənddə rahat-rahat hazırlayaram ki, hazır sayılır, amma ayaqları qalıb və paltarı qalıbdı. Belə, yəni ki, bunun üçün də ən az bir 2 saatim olmalıdır, amma bu 2 saatı da bizim harasa buradan çıxmamıza 1 saat var. O 1 saatı da belə hazırlanmaq, sunkanı yığmaq, paltarlar. Çünki bir günlük belə getsək, bir sürü şey götürməliyəm. Biraz mən stresli və kaygılı bir insan olduğum üçün həmişə bir sürü şey götürürəm yanımda. Neyse, özüm için çok paltar götürmeyeceğim. Sadece çöldə bir yere gedəndə geyinmək üçün. Ev üçün bir paltar götürmeyeceğim. Gece orada qalacağım bu arada. Orada geyinməyə əslində çox şeyim var. Biraz köhnələn paltarlarımı həmişə göndərirəm ora. İndi səhər tezdən oyandım. Biraz sifariş hazırlamaqla məşğul oldum. Ona görə heç bir şey yeməmişəm. Çox acdım. Sadəcə meyvə ilə kofe içəcəm. Belə bir kofe üyütmüşəm. Əslində bu kofedir. Lavazanın belə bir kofesi. Bu kofe aparatı üçün uyğundur əslində. Çünki içində kofe dənəcikləri var. Yəni ki, üydürməmiş halındadır. Mən bunu getdim dostumun evində, üydən var idi. Onunla yarısını üyütdük. Belə oldu. Yarısı da belə qaldı. Bunu qardaşım Polşada gəlində gətirmişdi. Əslində burada da satılır, amma qardaşım sağ olsun oradan gətiribdi. Dadı əslində hafifdir. Dünən içdim. Qəşəng idi. İndi isə yenə bundan içmək istəyirəm. Biraz köpürtəcəm və istəyirəm ki, südlü olsun, amma əmin də deyiləm. Ya da südsüz mü içim? Südsüz sadə içəcəm, amma şəkərsiz təbii ki. Şəkərsiz belə çox dadlıdır bu kofe. Hələ südlə eləyəndə məncə ekstra dadlı olacaq. İndi tələsdiyim üçün südsüz eləyəcəm. Hətta bundan biraz yanıma alım, həftədə içməyə. Çünki bəzən kofe içmədən özümə gələ bilmirəm. Nəysə, son zamanlar bunu artıq açdım. Yəni ki, çox vaxt artıq kofe içmirəm və buna alışdım. Yəni ki, əvvəl sadəcə ac qarnına mütləq bir kofe içirdim ki, bu da çox zərərli bir şeydir. Çox şükür bunu açdım. Çıxartdım həyatımdan bu rutini. Əslində bilirsiniz, bu həyatda uzun yaşamağın sirri həyatınıza yeni bir şeyler almaq deyil, həyatınızda olan bəzi şeyləri çıxarmaqdır. Bu barədə də bir gün bəlkə danışarıq videoda. Çünki həqiqətən həyatımıza yeni bir şey alaq, idman eləyək, nə bilim, yoga eləyək falan. Yox, əslində bunlar bizim zamanımızda da yox idi. Yəni bizim atalarımızın, babalarımızın vaxtında da yox idi. Onlar sadəcə həyatındakı bu dəqiqə bizim həyatımızda olan rutinləri etməyərək uzun illər yaşayırdılar. Təbii ki, biz onlardan daha yaxşı yaşaya bilərik, amma onlar kimi uzun yaşaya bilərik. Səhərdən deyirəm, öz səsim özümə qəribə gəlir. Məyərsəm qulağımda naşnik var imiş. Nəysə, indi bu kofedən bir qaşıq. Bir də ki, bu kofenin qoxusu həqiqətən çox fərqlidir. Hər yerə dağıtdım. Qoxusu çox qəşəngdir. Yəni belə sanki çox təzə bir kofedir. İlk dəfə kofenin iyisi xoşuma gəldi. Normalda mən kofenin iyisini də dadını da sevmirəm. Sadəcə məni özümə gətirən tək şey kofe olur. Yəni bəzən südlü falan içirəm, amma yəni elə vazgeçilməz bir şey deyil mənim üçün. Sadəcə özümə gətirməyi üçün, biraz enerji toplamağım üçün mənim üçün yaxşı idi. Onu da son vaxtlar dediyim kimi çox şükür bitirdim artıq. Yəni ki, kofesiz də günə başlaya bilirəm və bir şeylər etmək üçün enerjim olur. Əslində gözümüzü açmış olmağımız bizim günə pozitiv başlamağımız üçün bir səbəbdir, amma təəssüf ki, elə olmuruq. İndi birazcık isti su tökəcəm, azca. Kofeyi həll edəcəm və bu arada bu həll olmayan kofedir. Yəni filtrdən keçirilməli olan bir kofedir. Ona görə tam Nescafe kimi suda həll olmur. Baxın, belə təlvəsi qalır. Filtrli kofe aparatlar olur, ondan almaq istəyirəm.
Demək olar ki, aylardır belə hindiba kofesi içirəm. Bu çünki sağlıqlı bir kofedir və içində kolagen də var bunun. Ona görə də dadına alışdım. Amma indi ilk dəfə belə bir kofe içəcəm. Biraz süd qızdıracağım. Çünki südlü eləməyə qərar verdim. Südüm orada qızana kimi mən bunu biraz köpürtmək istəyirəm. Görək bu köpürtülə bilirmi, köpürtülürmü? Bu aparat çox gözəldir. 2 dəqiqəyə super köpük alındırır. Deməli, bütün kofe parçacıqlarını kənara dağıtdı. Alınmadı bunda. Gözləyəcəm, indi südümü köpürdəcəm. Saçımın bu uc və üst hissəsini biraz bəlkə düzləşdirib qaydaya salsam. Kənddə bu dəqiqə ramaşka sezonudur. Daha doğrusu meşədə və meşəyə getmək istəyirik. Baxaq, alınsa inşallah alınar. Əvvəlcədən də planlar etmək istəmirəm. Çünki mən son anda plan dəyişikliyi olanda və ya bir şey alınmayanda çox ağır və çətin keçirən bir insanım o prosesi. Ona görə də əvvəlcədən planlamayacağam artıq. Gəlişi gözəl yaşayacağam. Südün yağlılığına baxın. Bu mamamgilin inəklərinin südüdür. Və həqiqətən bu sezonda əvvəl də yağlı olurdu qışda, amma artıq yaz gələndən sonra süd ekstra yağlandı və üstündə qaymaq hissəsi sapsarı olur. Mənim qonşularım da çox sevir bu südü və mən həmişə kəndə gedəndə onlara gətirirəm bu süddən. Evim də bu dəqiqə çox dağınıqdır. Həyatda ən sevmədiyim şey evi dağınıq qoyub təkrar elə bir dağınıq evə gəlməkdir. Amma son vaxtlar sanki bunu da biraz saldım. Yəni çox yorucu bir şey idi çünki. Olmayanda olmur. Neyniyək? Bu arada 1-2 gün sonra oğlumun ad günü olacaq və ad günü üçün qonaqlar çağıracağam yəqin ki. Əslində bir dəfə ad günü keçirtdik. Yəni belə yüngülvari dostları ilə, uşaqlarla birlikdə. İndi isə qohumlarla, yəni ki, böyüklərin də olacağı bir ad günü istəyirəm və onun istədiyi konseptə uyğun tort və bəzəklər falan istəyir. Yəni Batmanlidir və hamısını almışıq. Əvvəlcədən evi qəşəng bir təmizlətməliyəm. Təəssüf ki, özüm çatdıra bilməyəcəm bunu və təmizlikçi çağıracağam ki, ara sıra çağırıram, yəni ki, çatdıra bilmədiyim üçün. Çox işlədiyim vaxtları ev işinə baş eləyə bilmirəm. Dərindən girə bilmirəm. Çünki mən həmişə dərinə girən bir insanam. Təmizlikçi gəlmədən əvvəl də mən bəzi şeyləri planlamalıyam. Bəzi şeyləri deyək ki, şkafların içini falan özüm yığmalıyam. Çünki təmizlikçi nə biləcək, nəyi hara yığar. Ona görə sadəcə təmizlik işləri üçün gəlir. Baxın, kofe belə oldu. Yəni ki, kofe parçacıqları həll olmadı. İndi südümü köpürdəcəm və bunu əslində süzmək istəyirəm. Çünki süzülmüş bir kofe olsun istəyirəm. Evə köçmüş olsam mütləq özümə kofe aparatı alacağam. Mütləq inşallah. Bəzi şeyləri almaq üçün evə köçməyə gözləyirəm. Çünki artıq bir şey alanda öz evin üçün almaq istəyirsən. Kofe aparatı elə böyük bir şey deyil. Yəni istədiyin vaxt başqa yerə də götürə bilirsən. Amma yenə də ora odaqlanıb və ondan sonra bir şeyləri almaq istəyirəm. Baxın, belə bir kiçik süzgəclə kofeyi süzdüm və altda sadəcə kofe hissəsi qaldı. Üstündə də baxın, belə təlvəsi durur. Əslində burada mən bu dəqiqə gedib başqa bir kofe də hazırlaya bilərdim. Digər kofedən bol köpüklü eləyə bilərdim. Amma nə gərək var? Yəni onu özüm yora bilmərəm elə. Sütümüzü tökək. Sütü çox köpürtmədim. Çünki bugün bununla çox uğraşmaq istədiyimdən əmin deyiləm. Bunun içinə də köpürtə bilərəm əslində. Biraz da bunun içinə köpürdək. Bugün niyəsə həqiqətən heç uğraşasım yoxdur. Keçdi. Və kofemiz hazırdır. Bu da arxa plan. Burası zədələnibdir. Təmiz oldu. Bu da dağınıq masam. İndi kofemi içərək biraz yenə örəcəm. Baxın, qollarını falan örmüşəm. Həqiqətən biraz çətin hazırlanan bir oyuncaqdır. Çünki gördüyünüz kimi belə corab iynələri ilə örülür və əslində düz örgüdür. Çox tez olmalıdır. Ancaq iynələri dəqiqə başı əlində dəyişməyə çalışmaq biraz vaxt aparır. Yoxsa çoxdan örüb bitirmişdim. İndi kofemi içərək, meyvəmi yeyərək həm səhər yeməyimi yemiş olacağım, həm də işimi biraz eləyim, baxaq görək müştəri ona kim cavab yazarmı. Sonra isə kofemi içəndən sonra sumka hazırlamalıyıq. Hər şeyi hazırlayıb, ondan sonra hazır gözləmək istəyirəm ki, ən son baxarıq müştəri nə yazır.
Dovşanın bir ayağını da bitirdim. Bu əslində normaldakı sxemə görə qollarını və ayaqlarını bir tık uzun istəmişdi müştərim. Ona görə bu yeni bir model kimi olur bu. Bakın ikinci ayağını da örmek lazımdır ve paltar olacak. Paltar da normalde həmişə elədiyim kimi olacak. Sadece ayağı uzun olduğu için bir tık farklı görsənəcək bu dovşan. Bilmirəm. İndidən biraz qəribə görsəndi. Diğer ayağı da olanda daha net görsənəcək necə olduğu. Ve bunda normalde bu iki tərəfində balaca bantik kimi bir şeyler olur. Ama bu sefer buraya belə gül kimi bir şey, naxış kimi eləyəcəm. Ve qulağına sadece ad yazmaq qalır. Ancaq mən bunları elləsəm, nağdı 2 saat burada gözləməliyəm. Ancaq ondan sonra mənim çıxıb getməyimin heç bir mənası qalmır. Hava qaraldıqdan sonra. Havadakı yəni indi yaxşıdır ve akşama doğru bəlkə yağış da yağa bilər. Bilmirəm yəni ona görə indi çıxmaq istəyirəm. Müştəri də ki hələ yazmayıbdı. İnşallah ki razı olar. Mən bunu sabah günorta üstü ona təslim etməyimə. Belə, indi tez vaxt keçmədən çantaları yığmalıyam. Dünən Domino'dan belə bir şey aldım. Baxın, belə 3 qatlı, amma möhkəm bir şeydi bayağı və çox uyğun bir qiymətə aldım. Hətta fikirləşirəm ki, bundan bir dənə yeni alım. Bunu əslində bura duxları, nə bilim, kremləri falan qoymaq üçün aldım. Amma məsələn hamama da qoymaq mümkündür. Təmizlik baxım ürünlərini, yəni ki yatmadan əvvəl və ya səhər cilt baxımı ellədiyimiz ürünləri də qoymaq olar və ya iş masama da belə bir şey qoya bilərəm ki, bütün şeyləri, deyək ki, bloknotları və ya başqa xırda şeyləri burada düzənləmək üçün çox gözəl bir şeydir. Belə, indi tez oğlumun bu aralar biraz xəstələnmişdi. Ona görə antibiotik istifadə eləməyə başladıq. Ona görə bu dərmanları götürməliyəm yanımda. Hətta bundan 2 dənə alım. 10 günlük bir antibiotik müalicəsi başlatmışdıq. Antibiotikini götürürəm. D vitaminini götürəcəm. Özüm üçün də, buralar biraz qarışıbdır. Özüm üçün də həmişə istifadə etdiyim, baxın bu D vitaminimdir. Əslində bunu indi içsəm 2 gündən bir alıram. Sabaha ehtiyac yoxdur. Bu dərmanı hər gün içirəm. Bu da kolagendir. Onu da içirəm. C vitamini yenə də yanıma götürəcəm. Çünki lazım olur. Ondan əlavə belə B12 və dəmir alıram axşamları. Normalda axşamları yox, gün ərzində yəni bir dənə. Bu boğaz üçün bir dərmanı yenə də götürəcəm yanımda. Təbii ki, ağır kəsici. İndi tez vaxt keçmədən mən baxım ürünlərini də götürməliyəm. Baxın, bu organizer, daha doğrusu kosmetika mənim çox işimə yarayacaq belə yol gəlib gedəndə. İndi tez hər şeyimi yığışırım. Yanıma oğlumun istilik dərmanını da almalıyam. Hər ehtimal, yəni hər şey ola bilər. Ona görə tədbirli olmaq lazımdır. Cüzdanım, nəmləndirici krem. Belə makyaj üçün də və üz yuma geli də götürməliyəm. Deməli normalda üz yuma geli olaraq Bioderman istifadə edirəm, amma mənə belə bir hədiyyə gəlmişdi. Xalam qızı ad günündə almışdı. Bu da üz yuma gelidir və bu markanı da həqiqətən son vaxtlar çox maraqlanıram, çox görürəm hər yerdə. Daha doğrusu kosmetoloqlarda falan. Mənim də getdiyim bir kosmetoloq salonunda deyim, hani qız bunu istifadə edirdi. Ona görə bunu həqiqətən bu dəqiqə maraqlanıram və yanımda bunu götürəcəm. Bu daha balacadır deyə. Ondan əlavə günəş kremim. Bu çox gözəldir və bu pirinç mayasıdır. Normalde gün içində üzümü 2 dəfə bundan qəşəng bir nəmləndirirəm və çox qəşəngdir. Yəni insanın tonunu açır, rəngini dəyişdirir. Bu deməli bu dərman qabında ağır kəsicim var. Ona görə digər ağır kəsicini götürmürəm yanımda. Belə bir serum fizioloji natrium klorid su, fizioloji su. Onu götürürəm. Eynəyimi götürəcəm. Deməli makyaj olaraq ya Kiko'nun bu BB kremini ya da ki Misha'nı götüreceğim bu dəfə. Baxın, belə bir güneş kremi var. Bu da qəşəngdir. Həm tonalini effekti verir, həm də ki güneş kremidir. Amma bunu götürmürəm bu dəqiqə. Yara bandı var üstümdə. Burada da nem salfetka, quru salfetka, kolonya, el kremi. Bunun içindədir hər şey. Birçok şeyi burada dolduracağım. Çox çünki organizerdə götürmək istəmirəm. Bu dərmanları da yine buralara bir yerlərə yerləşdirəm. Baxın, bunun içi çox gözəldir. Mən bunu sanki səhv xatırlamıramsa LCY2-də kassanın tam yanında belə uşaqlar üçün olan bölmədə belə bir düzənləyici və çox gözəldir. Həqiqətən bunu həmişə çantalarımın içinə qoyuram. Dediyim kimi mən çox qayğılı bir insan olduğum üçün həmişə yanımda bir sürü şey götürürəm. Ona görə dərmanlar, bunu da əslində bir dənə alım. Bunlardan da içməliyəm. Belə bir balm dodaq nəmləndiricisi götürürəm və makyaj ürünlərini də bunun içine yığacağım. Baxın, bu belə açılır və örtəndə belə olur. Bura demək olar ki, indi güneş kremini bu dəqiqə istifadə eləyim ki, yerinə də qoya bilim. Bu çox gözəldir həqiqətən. Bunu neçə dəfə demişəm bilmirəm, amma normalda mən videoları çox qarışıq yükləyirəm. Bəzən lap köhnədən qalan videolar editləyirəm, bəzən güncəl yeni videoları. Ona görə indi bilmirəm, yəni bunu
neçə videomda göstərmişəm, amma həmən tezcə əmilir. Yəni çox gözəldir. Heç vaxt belə ağırlıq hissi vermir. Yəni ki, qiyməti biraz baha ola bilər, amma mən bunu keçən il yay tətilinə getmədən əvvəl almışdım və bütün ailecek istifadə etdik, çünki ailə üçün uyğundur. Ailə olaraq istifadə etdik və yəni bütün bədənimizə falan istifadə etmişdik. Ona rağmen hələ də ki içində var, uzun müddət gedir, yəni almağa dəyər bir şeydir. Günəş kremimi qoyuram. Baxın, burada nəmləndiricinin balaca versiyası var, ona görə digərini götürmürəm. Bu kremi indi istifadə edeyim mi bilmirəm. Çünki dediyim kimi ramaşkalar olan yerə gedəcəm. Hətta əvvəlcə misellar suyumu götürüm. Çünki misellar suyu əvvəlcə misellar suyuyla silirəm. Ondan sonra isə yüzümə geli ilə yuyuram. İlla ki yenə yadımdan çıxan şeylər olacaq, onsuz olmaz, amma yenə də əsas şeyləri götürüm. Baxın, belə makyaj silmək üçün belə salfetka var. Bunu da götürüm yanıma. Belə bir sponj qabı var idi. Bunun içinə sponjumu qoyum. Fırçalarımdan biraz qoyum. Əsas istifadə etdiyim şeylərdən. Dediyim kimi mən zaten günlük həyatda makyaj eləmirəm, amma hər ehtimala, yəni birdən elə olar ki lazım olar. Pudramı götürəcəm hər ehtimala. Tuş, 2 dənə belə fırça götürəcəm və bir dənə də xırda bir fırça götürəcəm. Deməli dodaq balımlarım var. Baxın, bu ikisini götürəcəm yenə də. Bir günlük gedirəm, sadəcə bir günlük. Biraz kəndə gedəndə həqiqətən heç bir şey yadıma gəlmir, nəsə eləmək. Amma yenə də götürəcəm. Və belə bir çanta. Bunun içinə də bunları qoyacağım. Yenə də ortalıqda dağınıq olmasın deyə. Neyse, 2 qat qalın paltar götürdüm oğluma. Evdə geyinə biləcəyi, amma qalın olan bir şeylər. Çünki hani evdə kirlətsə də olar, cırılsa da olar, yəni ki elə bir şey. Və 3 qatda ora-bura geyinə biləcəyi biraz daha təmiz və yeni paltarlarla götürdüm. Raplar götürdüm 4 dənə, çünki orada istada bilər falan. Və botlarını və çustlarını, bunlar təmizdir zaten, amma yenə də pakete qoydum. Onları götürdüm. Gecə qalacağımız üçün pijamasını da götürüm hətta. Pijama ilə yatacaq. Demək olar ki çox şeyi götürdüm. Dərmanları falan götürdüm. İndi özüm üçün nə geyinəcəyimi götürməliyəm ki, sadə bir geyim götürəcəm rahat olmağım üçün. Baxın, belə bir alt üst dəst var. Bu da üstü. Onu götürəcəm. Çöldə geyinəcəyim bir qat ki, onu üstündə geyinib gedəcəm. Sabah əslində tezdən mən qayıtmalıyam buraya həkimə görə. Ona görə elə qaydanda da onu geyinərəm deyə düşündüm. Amma sabah havanın necə olacağını bilmirəm. Ona görə həm bir dənə qolu uzun bir şey götürəcəm belə. Həm də ki qolu açıq bir şey götürmək istəyirəm ki, isti olsa hər ehtimala rahat ola bilim deyə. Bu da əslində belə bir qolu açıqdır, amma bu da örgü materialındadır. Mən keçən gün qışlıqlarımı çıxartdım. Daha doğrusu yazlıqlarımı çıxartdım. Yaylıqlarımı daha doğrusu, isti paltarlarımı və mənim heç tişörtüm olmadığını gördüm. Çox tişörtüm yox idi həqiqətən və özümə bol-bol tişört almalıyam bu il. İsə baxın, bir səbətimi də iş malzemelerimi götürəcəm, ördüklərimi götürəcəm. Çünki orada yenə də təəssüf ki başa rahat gedə bilmirəm. İstəyirdim ki ona görə bu sifarişi həll eləyib elə gedim. Çünki onda daha rahat gedirəm. Orada heç bir şeylə uğraşmıram. Amma təəssüf ki heç vaxt elə bir şey alındıra bilmədim. Yenə də işimi oraya aparıram. Orada axşam örərəm. O da bir stresli mənim üçün. Çünki şeyləri unutmaqdan qorxuram. Unutdum mu, bir şeylər qaldı mı deyə həmişə narahat oluram. Nəysə. Baxın, bu dovşanın bir ayağı qaldı. Ona görə bu ipi götürürəm. İğnələri götürdüm. Paltarını bununla örəcəm. Onu götürdüm. Əslində mamamda da iğnələr var. Və belə bir səbət, baxın, 3 boyda belə 3 səbətim var. Bunlardan götürmək istəyirəm. Çünki orada ramaşkalarla birlikdə bir fotosessiya istəyirəm. İnşallah ki onu alındıra bilərəm. Amma bu səbətin bir tık böyüyü olmalı idi. Yoxsa bu ən böyüyü idimi? Bunu bu dəqiqə unutdum. Baxacağım görüm digərlər bunlar kiçikdimi, bu böyükdümü? Bu səbətlərdə, hani səbət də götürəcəm. Və burada mənim geyinməyə bir dənə bəlkə orada ramaşkaların içində cıvıl-cıvıl bir şəkil çəkdirmək üçün belə bir donum götürmək istəyirəm. Ya da baxın, özüm dikdiyim belə bir dəst var. Bunun altı ətəklidir və üstü də belə. Ya da bunu mu götürsəm? Heç bilmirəm. Amma bunu bəlkə götürdüm. Bu daha cıvıl-cıvıldır. Bununla qəşəng bir fotosessiya alındıraram. Belə bir ətək də var, çiçəkli. Tam ramaşkalara uyğun bir kombindir məncə. Bilmirəm, indi bunu mu götürüm. Bu ikisini kombin eləsəm necə olar? Ya da bunun üstünə ağ bir şey lazımdır. Nəsə qəşəng bir kombin eləmək istəyirəm ki, Instagram üçün də qəşəng bir şey olsun. Bu bolero ilə bunu kombin etsəm necə olar? Amma bunu da keçən dəfə gün geyindim. Artıq bir kombin elədim bununla. Bunu eləyim əslində. Sadəcə ramaşkalarla ağ və qara rənglərin uyumlu bir şey eləmək istəmişdim. Amma olsun, bu da qəşəngdir. Bunu götürüm.
Çok qəşəng bir şeyler alındırarıq inşallah. Çok da kasmaya gerek yok. Bunu da atım oraya katlayacağım birazdan. Burada da bir sürü paltar məni gözləyir ütülənmək üçün, amma yox, siz bugün məni gözləməlisiniz 2 gün. 2 gün sonra sizi inşallah həll eləyəcəm bir sıxıntı çıxmazsa. Baxın, burada da belə bir donum var. Bu da çox qəşəngdir. Amma ütüləmək lazımdır. Bu daha sərin və ifil bir dondur. Amma çox sərin olmağına ehtiyac yoxdur çünki hava da çox sərin deyil, isti deyil yəni. Çantalarımı da bu şkafın üstüne yığmışam. İndi bu sırt çantamı götüreceğim. Çünkü bu böyükdür deyə bunun içine birçok şey sığışdırabilirim. Bunları da belə bir kosmetiçkanın içine yığacağım. Tek əlimlə eləmək çox çətindir. Ştativimi qırdım təəssüf ki yenə. Ona görə ştatifə çəkə bilmirəm. Baxın, bu ipi götürəcəm. Ki bundan mamamda da əslində olduğunu düşünürəm. Amma neysə, dovşanımız burada dursun. Bundan dediyim kimi ayağını örəcəm. Sadece ayağı qalıb, yəni bu iplə örüləcək. Buna üstüne adını yazıb qulağına yazacağım. Qayçımı götürürəm. Ondan əlavə sadəcə bu hissəsinə güllü bir şeyler eləmək lazımdır. Onları da renkləri inşallah mamamda olan iplərdən olar və mən ona naxış eləyərəm. Başka hiçbir şey kalmadı diye düşünürüm. Ha, bir de bak paketleme şeylerini götürmeliyim. Şeffaf paket ve çanta, kraft çanta. Ki sabah ben onu koyum ve sabah dediğim kimi xəstəxana üçün gəlməliyəm tezdən. Ve onu oradan belki taksi ilə birbaşa ilə xəstəxanadan göndərirəm. Ve paketlemeler şeyini de götürdüm. Ve stekleri de götürürüm ki paketin ağzını yapıştırmağa. Naşnikimi götürürüm ve bunlar hazırdır. Bunlar da tez çantaya koyum. Ve baktım en büyük sebetim buymuş ve bunu götürürüm. Bunun için de boşaldım. Biraz ıvır zıvırları doldurmuştum bunun içine. Her yerim çok dağınıqdı, yani iş yerim falan çok karışıktı. Son vaxtlar həqiqətən heç bir şeylə istediğim kimi məşğul ola bilmirəm, amma inşallah ki toparlayacağıq. Biraz həyatımda eniş yoxuşlar olur. Atamın sağlığından bağlı problemlərimiz var. Ona görə çox biraz saldım hər şeyi, amma yavaş yavaş həyatı davam edir deyərək toparlanıram. İş üçün lazım olan hər şeyim burada da, əlavə olaraq bu kitabı bitirməliyəm. Bunu götürürəm. Bunları sırt çantama koyacağım. Paltarları da çantaya koyacağım. Sadece çantalar, sırt çantaları yatağın altındadır. Yoldaşımı gözleyeceğim ki gelsin onu açsın. Çünkü tekçe kaldıra bilmirəm. Çok ağırdı. Burada da mikrofonu zaryadkaya koydum. Çıxana kimi biraz zaryadka yıxsın. Son halım budur. Nihayet toparlandım. Bakın tripodum falan da aldım. Şimdi çıxırıq. Saçımı da biraz düzelttim ama yine böyle kabarıktı. Əslində mən kabarık sevirəm. Yani böyle yaraşır mənə kabarık. Aslında sifətimdə bu da güneş kremindən və dodaq nəmləndiricisindən başqa hiçbir şey yoxdur, amma mən bu halımı daha çox sevirəm niyeysə. Sadəcə bəzən tonalya çəkəndə çox pürüzsüz görsənəcək. Hər ehtimalı yanıma aldım, amma inanmıram ki orada istifadə edeyim. Çünki bu halımla daha da gözəlim. Gülə gülə. Orada konser de var diyorsun. Bu boyda probkanın sebebi bu insanlar. Hansı texnik analar deyirsən? Onlara baxsan hər bir şey var. Ana, çəkməkdə də var. Füzələri də. Yəni Gürcistan füzələri yəqin uzaq mənzillidirmi? Yoxsa buradan atanda bazara mı düşür ancaq? Heç də veriyorum yoxdur Gürcistan hərbisini. Kəndə gəldik, çatdıq və mən üstümü dəyişdim ki, orada gedən kimi birbaşa şəkillər çəkdirim. Gəl baxaq məşqlərdə nə var? Güllər mi var, daşlar mı var? Yoxsa nə var? Daşlar mı var? Oo. Burada var. Aa, bir de. Yine. O ne? Papatya tarlası. Hansı ağacın altına gidirik? Hansı ağacın altına gidirik? Gəldik, çatdıq belə bir yerdə, elə namazımı da gəlmişkən qıldım. Burada da ramaşkalar var. Çox elə yoxdur istədiyim qədər, amma idarə edər. Görək burada qəşəng şəkillər alındıra bilərikmi? Bu da bizim kənd. Burada çok güzel güller var. Güller için oturacağım. Çok güzel. Bismillah. Allah'ım cücü falan gelmesin. Bir səhv eləmişəm ki, bu ştativin pultunu gətirməmişəm. Amma mənzərə superdir. İstədiyim qədər ramaşka yoxdur. Çünki normalde şəkillərdə baxıram ki, hər kəs çox ramaşkanın içində şəkil çəkir, amma bununla da idarə edər.
Başkasına oldu. Ama ben şəkil çəkdirirəm, sən mənə topla ver mənə. Olmaz mı? Öndə əl arabamdan alıp Oraya tökülənləri də get yığışır. ya təzəsini öyrətdi. Çoxdur bu. Bu çox. Tamam, yenə topla hadi. Yox, yox, təkrar. Get bebeği çağır bura gelsin şəkil çəkdirək. Get bebeği bura çağır gelsin şəkil çəkdirək. Bibi? Bibi kimdir? Orada bak Miray'ın annesini çağır. Onun adı Bibi de mi? Onun adı kız Zeytar'dı. Şeytan. Axıra yaxın o qədər acmışdım ki, artıq pomidor xiyardan özümə belə bir sendviç elədim. Al belə çəkmək bax. Nəsə heç yaxşı odaqlamır telefonum. Yeməyimizi yedik. Saat 8'in yarısı olur. Təbiətin səsinə qulaq asın. Burada da ramaşka var. O ama kiminsə yeridir sanki. Oraya girebilmeyeceğim ama orada daha çok var. Bu taraflar daha çok inekler gelip yiyipti. Ona göre yoktu. Bakın burada da çiyelekler var. Meşe çiyeleği. Bakın üstünde de çiçekler açıp. Bakın burada bir tane çiyelek var. Bakın bu da onların çiçeğiydi. Çok güzeldi. Az kalsana. Kırmak malzeme kalır. Burada da var ya. O gün geldim biraz yoğuldum buralar. Aslında Bunlar nedir? bu kartof. Kartof. O da tam değil nasıl yaratıyor? Hemen pomidor. Hayır. O sıyırılacak ya orada temizleyeceğim. Şimdi pişireceğim insafa falan getir. Bu da nane. Orada da nane bırak yedim. Naneyi kesip kurutsan. Abi naneyi kurtman ne xeyri var değil nane. Adem diyor, aa benim vurmuyor. Bak balımız var bizim. Kaymakla demleyeceğim. O tağı. Alçı. Olmadı.
Bugün anamın bahçesindeyik. Hörmətli izleyiciler. Şıra açılsan. Neyse şey. İndi onlar sabah deyir ki bunlar deyir bizi niye oyanıyor, ne güzel yarpağın üstünde deyir yatmışdım, yuxu görürdüm. Sen tiflis atıracağım. Başında karşıya. Biraz da tiflis gelsinler. Elimdeki sevet olabilirdi. Estetik bir şey olabilirdi ama real hayat. Koy kasayı da çekeyim. Ama çok güzeldi. Bu tarafa baksan sanki ağaç kuruyup ama yine de var. Ve anacığımın pişirdiği ballı tortla da seher yemeğimi yeyip çıxırıq yola. Kəndə gələndə həmişə çox yorğun oluram və mən həmişə axşamları tezcə yuxu basır. Ona görə sifarişi də tamamlaya bilmədim və yol gedə-gedə heç olmasa o vaxtı dəyərləndirib yolda sifarişimi tamamladım. Evə gedəndə isə son qalan detalları, dikmə işini falan edib ondan sonra göndərdim. Burada isə oyuncağın son halını çəkməyi unutmuşam, amma şəklini ekrana sizinlə qoyuram. Və evə gəldim, çıxdım. İndi gələn kimi balıqlarıma yemək verdim. Çünki dünən axşam yemək verməmişdim, sabah verdiyim idi. Əslində gündə bir dəfə də vermək olur, dözürlər yəni. Amma sabah axşam verirəm mən, az miqdarda amma. Ona görə dünən axşam verməmişdim. Bugün də artıq saat 12, 1-in yarısıdır daha doğrusu. Belə biraz yorucu keçir, yol get-gəl falan. Amma maraqlı idi. Qısa oldu. Əslində bugün xəstəxana işləri olmasaydı qalacaqdım axşama kimi. Həm qurbanımızı kəsdik, onun o prosesdə olmaq istəyirdim. Amma neysə, oğlumu da kənddə qoydum. Atası ilə birlikdə gələcək. Belə, mən gəldim indi. Sifarişimi artıq tamamlayıb, düyməsini falan dikim paltarının. Adını yazım. Onu taksi ilə göndərib, ondan sonra Meliha ilə görüşəcəm, qonşumla. Bir bayramlaşma eləyəcəyik. Bu vlogu da burada bitirmək istəyirəm artıq. Mənim videomu sona kadar izlediğiniz için sağ olun. Bir sonraki videoda görüşerik. Bu arada kanalıma da abone olsanız çok sevinirim. Hələlik.